Salam dostlar, bugün məlum növdə olan feillər haqqında qısa bir izah verəcəm. Məlum növdə olan feillər feilin digər növlərindən fərqli olaraq heç bir xüsusi şəkilçi ilə düzəlmir. Yəni, feilin digər növləri quruluşca düzəltmə və mürəkkəb ola bildiyi halda, yəni quruluşca iki cür olur, düzəltmə və mürəkkəb. Məlum növdə olan feillər isə quruluşca üç cür olur, sadə, düzəltmə və mürəkkəb olur. Digər növlərin hər birinə aid xüsusi leksik şəkilçilər var. Baxın, leksik, qrammatik yox. Çünki feilin növ şəkilçiləri hamısı leksikdir, qrammatik deyil. Ona görə də həmin növdə olan feillər sadə ola bilmir, yəni düzəltmə və yaxud da mürəkkəb olur. Amma məlum növdə olan feillər sadə də ola bilər, çünki özünə aid heç bir xüsusi şəkilçisi yoxdur. Və indi isə gəlin məlum növdə olan bəzi feillərə nəzər yetirək. Deməli, uşaqlar, ekranda gördüyünüz sözlər hər biri məlum növdə olan feillərdir. Qara sözün kökü qaralmaq bir məzdər şəkilçisidir və qrammatikdir. Qaralmaq sözünü çox zaman, məsələn, hava qaraldı kimi düşündükdə ağla gəlir ki, bu qaralmaq qayıdış növdədir. Çünki hava öz-özünə qaralır, öz-özünə açılır. Amma qaralmaq sözünün kökünə baxırıq biz. Qara sözüdür, qara sifətidir. Və ümumiyyətlə digər növləri, olsun qayıdış növ və olsun məlum növdən başqa digərləri, yəni feilin özündən düzələ bilir. Bu qara sözü sifətdir. Sifətdən qayıdış növ və yaxud da digər növlər düzələ bilməz. Yalnız məlum növ düzələ bilər. Və ona görə də bu söz qayıdış növdə deyil. L şəkilçisi isə heç bir növ şəkilçisi deyil. Il var. Il deyən növ şəkilçisi var, amma boş L olan yoxdur. Yəni, boş L gördüksə, leksik şəkilçi kimi qayıdış və yaxud da məchul və yaxud da şəxsiz növdə düşünə bilmərsiniz. Həmin söz məlum növdə sayılır. İkinci söz dilləndi söz. Dil sözün kökü. Dillən. Lən burada bütöv götürülür. Deməli, lən deyən növ şəkilçisi yoxdur. Deməli, bu söz də məlum növdədir. Yəni, insan da özü dillənir, düzdür. Qayıdış növə, haradasa məna baxımından belə qayıdış növdə düşünə bilərik. İnsan özü dillənir. Amma lən deyən növ şəkilçisi yoxdur axı. Ona görə də nədir? Bu söz də məlum növdədir. Şadlandı. Yenə şad sözün kökü. Şadla sözü yoxdur. Lan tövdür. Bu da məlum növdədir. Lan deyən növ şəkilçimiz yoxdur. Fərəh sözün kökü. Fərəhlə sözü yoxdur. Lən bütövdür burada. Ona görə məlum növdür. Yağ. Yağla sözü var. Məsəl üçün, yeməyi, aşı yağla. Amma burada fikir verin, saç yazmışam. Saçı yağlandı. Saçı kimsə götürüb yağlamır deyə la burada ayrılmır. Saç özü yağlanır. Lan burada bütöv götürülür. Yağlandı, saç yağlandı. Lan deyən növ şəkilçisi yoxdur. Deməli, bu da məlum növdədir. Daha sonra qoca sözün kökü. L bayaq dediyim kimi. L varsa məlum növdür. Qocaldı. Həm də qoca sifətdə, axı sifətdən digər növlər yarana bilməz. Dostlar, sulandı sözündə isə biraz diqqətli oluruq. Məsələn, armud sulandı deyəndə armudun içərisi nəzərdə tutulur və yaxud da armud olmasın, başqa bir meyvə olsun. Meyvələr yetişdikcə onların içərisi öz-özünə sulanır. Ona görə armud sulandı nəzərdə tuturuqsa biz, burada la ayrılmır. Lan şəkilçisi bir götürülür, bir şəkilçi kimi götürülür. La ayrı ola bilməz. Çünki armudun içini kimsə sulamır ki, deyək ki, su sula. Lan bütöv götürülür. Və burada bu ifadədə, yəni birinci cümlədə sulandı sözü məlum növdədir. Məlum növdədir. İkinci cümlədə isə ağaclar sulandı. Ağacların, yəni dibi sulandı. Kimsə sulayır. La ayrı, n ayrı götürülür. Yəni bu sayılır məchul növ. Yəni eyni ifadə görürsünüz, məlum növdə də ola bilər, məchul növdə də ola bilər. Və yaxud da eyni ifadə məchulda da ola bilər, qayıdışda da ola bilər. Və ekranda gördüyünüz sözlər hər biri məlum növdə olan feillərdir. Bildir, dəyişdir. Bunu, məsələn, dəyişdir, göndər, yandır, qızdır, güldür, qopart, qaçırt, inandır, öldür, sındır, çatdır, qaldır, nümayiş etdir, geyindir. Bunlar hər biri məlum növdə olan feillərdir.